pislik eləmə, qarşılığını görəcəksən. Yaxşılığı elə və çox elə, qarşılığını görəcəksən. Ona görə kitab bir tərəfdən qorxunamədir, xəbərdarlıq eləyəndir, ikinci bir tərəfdən müjdədir. Müjdə tərəfi onu deyir, kim ki iman gətirib yaxşı işlər görür, onlara qorxu yoxdur. Belə də yazılır bir çox ayələrdə. Onlara qorxu yoxdur. Amma kim ki əyri yoldadır, o qorxsun. O qorxsun. Və bizim dünya ilə ilkin təmasımızda qorxu olur. Uşağın gözlərində qorxu olur. Uşağı biz qorxu ilə idarə edirik. Qorxuları vasitəsilə idarə edirik. Başqa bir əlimizdə bir şey yoxdur. Dövlət insanları qorxu ilə idarə edir. Polis, ordu buna xidmət edir. Çünki özünə çatmayan insanı ancaq bu cür idarə edə bilərsən. Amma özünə çatmış, özünü dərk eləmiş insanda bu işləmir. Məşhur bizim Nəsimi filmində Teymurlənlə Nəsiminin qarşılaşması o idi. Hakimiyyətlə dövlət adamı ilə ruhaniyyatçının qarşılaşması və baxır ki, bunda qorxu yoxdur və bunu ümumiyyətlə idarə etmək lazım deyil. Bu özünü idarə edə bilir. Dövlət özünü idarə edə bilməyənlərin insanlara görə yarandı.